Bir seçim insanı zirvəyə, digər seçim isə uçuruma aparır. Bəs dostluq bu fərqi aradan qaldıra biləcəkmi? Əsasən bir-birinə zidd xarakterlərə, seçdikləri həyat yoluna görə fərqlənən iki insan. Əsər iki gəncin Mirayaz və Atabərkin dostluğundan və onların uşaqlığından etibarən ətrafına baş vermiş hadisələrdən bəhs edir. Seyid nəslindən olan Mirayaz uşaqlığından etibarən hər zaman düzgün yolda olmağa çalışan dürüst birisidir. O, məktəbdə dərslərinə xüsusi diqqət edərək intizamlı bir şagird kimi çalışır və 11-ci sinfi bitirdikdən sonra universitetə daxil olur. Mirayaz tələbəlik illərində xalası oğlu Ceyhunun məsləhətlərinə qulaq asaraq ondan çox şey öyrənir. Əsərimizin digər qəhrəmanı Atabərk isə uşaqlıqda çox cılız biri olduğundan həm yaşıdları tərəfindən həm məktəbdə, həm də kənarda dəfələrlə təzyiqlərə məruz qalır, hətta döyülür. Nəticədə özü də həmin nadic uşaqlara qoşulur və atası Cəsarət kişi tərəfindən sərt şəkildə cəzalandırılır. Amma atası ona hər şeyi izah etdikdən sonra o uşaqla uşaq kimi, böyüklə isə böyüklərə uyğun rəftar edilməsini anlayır. Mirayaz kimi Atabərk də orta məktəbi bitirdikdən sonra universitetə qəbul olur. Bax, əsas hadisələr də məhz bundan sonra başlayır. Atasının onun üçün tapdığı kirayə qaldığı evdən ayrılan Atabərk şəhərdə yenicə tanış olduğu həmyerlisi Bəhruzun onun üçün təşkil etdiyi kirayədə başqa uşaqlarla qalmağa qərar verir. Və beləliklə Atabərk günlərin birində otaq yoldaşlarının evdə tez-tez adını çəkdiyi, dayı deyərək adlandırdığı Valih adlı şəxslə tanış olur. Bununla da Atabərkin gələcək həyatı dəyişir və o dələduzluq edən bir qruplaşmanın üzvlərindən birinə çevrilir. Bəs gələcək həyatda necə olur ki, bu iki fərqli insanın Mirayazla Atabərkin yolları bir arada kəsişir? Bütün bunları bilmək istəyirsinizsə, olduqca axıcı, gözəl və maraqlı süjet xəttinə sahib olan, eyni zamanda real hadisələrə əsaslanan Mircəb Abdullayevin Əks Qütblərin Dostluğu adlı kitabını mütləq oxuyun. Səhifəmi mütləq izlə, çünki kitabın ikinci cildi səhifəmdə part 2-də mütləq paylaşılacaq.